Louvre muzeyinə gəlmişik. Məşhur Eiffel qülləsi. Biletim. Amma səmimi çəkdi, hə? Hər kəsə salam, hətta bonjour. Bu mənim YouTube üçün ilk vloqumdur. Və nə təsadüf Parislə başlayırıq. İlk növbədə yollanırıq Dorse muzeyinə. Muzey Dorse Parisin ən məşhur muzeylərindən biridir və əsasən impressionist və post-impressionist əsərləri ilə tanınır. Muzey əvvəllər qatar stansiyası olub, sonradan incəsənət məkanına çevrilib. Burada Claude Monet, Vincent van Gogh və Edgar Degas kimi məşhur rəssamların əsərləri sərgilənir. Bu ümumiyyətcə rəssam tərəfindən çəkilən şəkil arxada gördüyümüz ev üçün nəzərdə tutulub. Evdəki Claude Monet-nin evində Yapon stilində Givenchy'dəki evidir. Hə, Yapon stilində stilizə olunmuş bir evdir. Orada portret haqqında bir şey yazılmayıb, amma belə deyək. Məncə rəssam o vaxtı gələcək nəsli düşünərək, yəni bu şəkli çəkib ki, gələcək nəsildə axıda tutuqlasın. Gələcək nəsil, yəni mütləq şəkildə musiqi ilə məşğul olmalıdır. Mütləq şəkildə, yəni mədəniyyəti inkişaf etdirməlidir. O cür inkişaf etdirməlidir ki, yəni not öyrənməlidir. Görsən. Ruhla, yox, notla mütləq şəkildə. Buradan sözüm bütün musiqiçilərə. Belə yaxşısın. Fransada bas gözləyərkən yağışlı havada. Əslində birinci günə qəşəng planlar var idi. Bəli. Yağış imkan vermədi. Amma çox təəssüf ki, yağış yağdı. Yox, bunun da bir ləzzəti var. Çox. Yəni, ən azından Parisi yağışlı bir havada da gördük. İnsanların nə cür soyuq olduğunu da gördük. Galeriya Lafayette Parisin ən məşhur və ən dəbdəbəli alış-veriş mərkəzlərindən biridir. Sadəcə mağaza yox, həm də turistik məkan sayılır. Möhtəşəm Şüşə günbəzi 1912-ci ildə Art Nouveau stilində tikilib. İçəridə rəngli işıq effekti yaradır, çox Instagramlıq hesab olunur. Hava yağışlı olmağına baxmayaraq gəldik Galeriya Lafayette-ə. Bəlkə də yağışdan islanmaq üçün gəldik, dəqiq deyə bilmərəm. Çox soyuqdur. Bütün gəziləcək yerlərin çoxunu sabaha saxlamışıq və ümid edirik ki, sabah yağış yağmayacaq. Amma burada yəni pulsuz edilə biləcək ən gözəl fəaliyyət deyə bilərdim ki, yəni Galeriya Lafayette-in terasına qalxırsınız və bu mənzərəni tam ödənişsiz şəkildə görə bilərsiniz. Gedib içinə daxil ola bilməsək də, uzaqdan da olsa opera qarniri görək. Gedik görək. Çox gözəldir. Deməli, ac, islanmış vəziyyətdə gəldik. La Cantini'dir, La Cantini'dir. Başım, hər bir halda səhv oxuyacağım adını. Yemək yeməyə gəlmişik. Fransada olanda sifariş zamanı su sifariş eləməyinizə ehtiyac yoxdur. Çünki onu onsuz da hədiyyə olaraq həmişə gətirirlər. Yeməklərimiz gəldi. Nişan. Yeməkdən sonra gəlmişik market alış-verişinə. Lalənin şirniyyat damarı tutub. Bəli, bəli, patiseriyalar bağlandığı üçün, gecikdiyimiz üçün maalesef bu axşamı belə yola verməyə çalışacağıq. Maraqlı şeydən bu arada. Amma bəlkə də qurudub. Qızlar deyir ki, biz hərəmizə bir dənə yeyək. Yəni, qızlar demir, mən deyirəm. Yəni də. Biz də 4 nəfər olduğumuz üçün hərəmizə 2 dənə düşür. Mən 2 dənə ilə doyan deyiləm. Yox, mənim payımı da yersən, 2 dənəsini, 4-ü sən yersən. Vicdanım Məncə gətirər vicdanın. İlk dəfən deyil. Yaxşı, bugünü axşamı yola verək. Sabah səhər zavtırıqda əvəzini çıxarıq. Lalə, toyuğun bütöv bir dənə buduylu yedin. Elə kartoşkanı yanında da kartof var idi.
O qıdıqladı mədəmi. Belə qıdı elədi ki, Valla. Yemək yediyimiz restoran La Cantine. Kantinedir inşallah ki düz deyirəm. Deməli onlarda belə bir, ümumiyyətlə Avropada belə bir mədəniyyət var. Növbəyə dururlar restoranın qarşısında. Otelin ən gözəl mənzərəsi hansıdır? Wow. Bəli. Eyfel və otel. Sabahınız xeyir. Parisdə ikinci günümüzə başlayırıq. Bugün çox dolu bir proqram hazırlamışam. Bizim demək olar bir günümüz qalıb, çünki sabah Disneyland'a gedirik. Ona görə dünən yağış yağdığı üçün bugün nə qədər gəziləcək yer varsa bacardığımız qədər çatdırmağa çalışacağıq. İndi otelin səhər yeməyindəyik. Səhər yeməyindən sonra turumuz başlayır. Deməli, qızlar gələnə kimi sizə ictimai nəqliyyatda istifadə olunan kart haqqında danışacağım. Kartın adı Navigo'dur. Onu Apple Pay'dən onlayn olaraq da yükləyə bilərsiniz. Bir günlük limitsiz kart 12.50 avrodur. Lakin gündəlik istifadə eləmək də mümkündür. Məsələn, metroda, avtobusda artıq nəqliyyatın növündən asılı olaraq qiymətlər dəyişir. Amma bir günlük limitsiz, məsələn biz 2 gün tam Parisdə olduğumuza görə bizə 2 gün ayrı-ayrı limitsiz götürmək sərf elədi. Lakin həftəlik də var. Həftəliklərin qiyməti 35 avrodur və həftəlik, yəni daha çox 3 gündən daha artıq gələnlər üçün, 4 gün gələn üçün məncə həftəliklər daha sərf eləyər. Yes. Louvre muzeyinə gəlmişik. Yuxarıda hamının öyrəşdiyi piramidadan olan giriş var. Sadəcə orada həmişə növbə çox olduğundan biz Le Carrousel de Louvre, yəni Louvre muzeyinin altındakı alış-veriş mərkəzinə daxil oluruq. İnşallah ki burada da növbə var, amma o qədər də böyük növbə deyil. Yəni vaxtında daxil ola bilərik. Lale geldi. Gəldik. Geldi Lale. Lale geldik. Ne Da Vinci şifrələrinə baxdıq. Valla. Ne haqqalar verdik, ne çoğlara baxdıq, nelər əzbərlədik. Axır ki gəldik. Həmin məşhur piramida. Louvre Muzeyi dünyanın ən məşhur və ən böyük incəsənət muzeylərindən biridir. Əvvəlcə 12-ci əsrdə qala kimi tikilir. Daha sonra Fransa krallarının sarayına çevrilib. 1793-cü ildə Fransa inqilabı dövründə muzey kimi açılıb. Muzeydə əgər hər əsərə 30 saniyə baxsan, hamısını görmək üçün aylarla vaxt lazımdır. Louvre müzeyi əslində bir vaxtlar saray olduğu üçün içərisində gizli keçidlər və kral yolları mövcuddur. Bəzi hissələr turistlər üçün bağlıdır. Deyilənə görə hələ də tam kəşf olunmamış sahələri var. Sizə belə bir maraqlı məlumat da verə bilərəm ki, 2-ci Dünya müharibəsi zamanı ən qiymətli əsərlər gizli yerlərə köçürülüb. Nasistlər gələndə muzey demək olar ki, boş idi. Bu incəsənəti qorumaq üçün ağıllı plan idi. Keçid edək mənim Mona Lisa'dan çox diqqətimi cəlb edən tabloya. Tablonun rəssamı Paolo Veronese çox unikal rəssam olub. Hətta mən rəssamam, mən belə görünəm deyimi sanki məhz ona aiddir. Onun çəkdiyi əsər əslində sonuncu şam yeməyi olmalı idi. Amma Veronese rəsmi o qədər geniş və detallı təsvir edir ki, ora yüzlərlə insan əlavə edir. Bu da kilsənin xoşuna gəlmir və onu məhkəməyə çağırırlar. Rəssam isə vəziyyətdən çıxmaq üçün sadəcə əsərin adını dəyişir və Levinin evində ziyafət adlandırır. Məhkəmədə ona sual verirlər. Sonuncu şam yeməyinin neçə nəfər var idi? 13 nəfər deyə cavab verir. Bəs sən neçə nəfər çəkmisən? Təxminən 100 deyir. Bəs niyə deyə soruşanda isə belə cavab verir. Boş yer var idi, mən də əlavə etdim. Siz şairlərə və dəlilərə istədiyini deməyə icazə verirsiniz. Mən də rəssamam, belə görürəm.
Maraqlı detalı isə bu əsərdə sol tərəfdə Qanuni Sultan Süleyman və yanında Hürrəm Sultan təsvir edildiyi deyilir. O dövrdə Venesiya ilə Osmanlılar arasında sıx əlaqələr olduğu üçün Veronez bu cür fiqurları da kompozisiyaya əlavə edib. Bu tablo isə Napoleonun tacqoyma mərasimidir. Bu səhnə 1804-cü ildə Notre Dame kilsəsində baş verən tacqoyma mərasimini təsvir edir. Əsas detal Napoleon əvvəlcə tacı papadan alır, sonra isə onu Josefinin başına qoyur. Bu onun hakimiyyətinin kilsədən üstün olduğunu bildirir. Salam. Aleykümselam. Ama- Pakistani öneri. 3 tane 10 euro. İndirim. Maybe 4 tane 10 euro. İndirim var 4 tane. No. Fortane. Buyur. Fortane deyən elə bir bu değildi. Fortane nə idi? Fortane. Gedib oğlana deyir ki, Fortane, please, Fortane. Yok, oğlan deyir ki, where are you from? Deyir Azərbaycan. Deyir ki, 3 tane şeydi. Ne? 10 euro. Hə, Ha, mən də deyirəm ki, maybe 4 tane. Fortane. Otomatik. Afatlandı. Kızlar suluklar necə götürün. Qızlar, hara gedirik? Notre Dame'de Paris. Bel. La 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 la. Ancaq beli bilirik. La 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 la. Bel. Bu bina Fransız gotik memarlığının ən gözəl nümunələrindən sayılır. Kilsənin iki böyük gülləsi var və hər biri təxminən 69 metrdir. Ən məşhur zənglərdən biri Emanuel adlanır və 100 illərdir Parisdə xüsusi hadisələrdə çalınır. 2019-cu ildə böyük yanğın baş verib və Notre Dame kilsəsi yanıb. Damın ən məşhur güllələrinin bir hissəsi dağılıb. Amma Fransa hökuməti və bütün dünyadan gələn dəstək sayəsində kilsə yenidən bərpa olundu. Notre Dame de Paris kilsəsinin qabağındayıq və yuxarıda bir dənə ortada detal gördüm. Həqiqətən çox möhtəşəm bir detalda. Detalda, yəni bir mələk və şeytan və mələyin əlində tərəzi var. Tərəzidə də fikir versək əgər, deməli mələk tərəfdə bir balaca, məncə o da mələk cildində bir şeydir. Şeytan tərəfdə də yəni heyvana bənzər bir şeytan tipli bir, yəni nə bilim bir məxluqdur da belə deyək. Və o qədər möhtəşəm düşünülüb ki, yəni şeytan nə qədər çalışır o tərəzini aşağı salsın, həmişə yaxşılıq və belə deyək də, yəni insanlara qarşı, nə bilim, yəni hər bir şeydə yaxşı bir şey həmişə qazanır. Hələ, Hacab. səncə bura niyə belə məşhurlaşıb? Bu kilsə Victor Hugo'nun Notre Dame de Paris əsərinin, Gozbel əsərinin əsas qəhrəmanı da Quasimodo'dur. Esmeralda idi də səhv etmirəmsə xanımın adı. Bəli. Çox böyük bir eşqdən danışır. Amma heyf ki, yəni həqiqətən orada bəzi situasiyalar real həyatda da var. Hər zaman eşq hər şeyi həll eləmir, çox heyf. Buran yananda həqiqətən sanki Fransaya başsağlığı verirdilər. Çünki dedilər ki, yəni Fransa böyük bir tarixini itirdi. Amma çox yaxşı ki, yəni bərpa eləyə bildilər. 2025-ci ildə deyəsən açılışı oldu da yenidən. Bəli. Çox möhtəşəm ediblər həqiqətən. Və girişin qiymətinə gələndə giriş tamamilə ödənişsizdir. Və detallar o qədər möhtəşəmdir. Yəni bura gəlib, nə bilim, sadəcə bunu canlı olaraq görmək lazımdır. Məsələn deyirlər, Paris bahalı yerdir.
öyrənişsiz şəkildə gəlirsiniz, belə tarixə şahid olursunuz. Nəyi pisdir Və ki? zövq alırsınız. Bəli. Şam da yandıra bilərsiniz. Dünən yağışın olmağı, Petit Palace-a gedə bilmədik. Victor Hugo'nun evinə gedə bilmədik. Sonra Grand Palace-a gedə bilmədik. Opera Garnier-ə gedə bilmədik. Yəni, bir yağışın yağmağı bizi 4-5 yerdən məhrum elədi. Ancaq uzaqdan şəkillərini görüb belə eləmişik. Amma sabah Disneylanddə bütün atraksiyonlara gedəcəyik. Burada gəzə bilmədiyimiz orada gəzəcəyik. Bəli, İşte, inşallah. qismətimizdə varsa bir də qayıdarıq. Əsas odur ki, gəzirik. Bəli. Əsas Əsas odur odur ki- ki, gəzirik. Bəli. Əsas odur, Van Gogh'u gördük. Louvre gördük. Mona Lisa'nı gördük. Əsas odur, Orsayı gəzdik. Düz Orsayı hələ düz demirəm, amma gəzmişik. Hal-hazırda Eyfel'e getdik, Notre Dame'ı gördük. Halbuki 2025-ə kimi gələnlər oranı görməyiblər. Biz gördük. İnşallah ki, Eyfel'e salamat çatarıq. Mənim bir dənə belə bir devizim var. Getdiyin hər bir şəhərdən, getmədiyin yeri burax ki, sonra qayıda biləsən. Məni yandırıb çəkimsiz. Gəldik, axır sağ-salamat çatdıq Eyfel'ə. Videolarımızı çəkdik. Orada fikir verin. Üstündə adlar yazılıb. Baxın bu adlar. Deyilənə görə bunlar Fransa tarixində önəmli rol oynamış insanların adlarıdır. Hazırsanız göstərin. Bax. Это мама там сейчас работает. Aycan. Gördünüz mü? Demişdi değil mi? Hadi. Böyüktü, balacadır. Bax, görünə böyükdür. Hadi. Baba. Deməli, belə bir fakt deyim. Vaxtilə Eyfel Qüləsi tikiləndə, onu ən çox tənqid edən şəxsiyyətlərdən biri də Maupassant olub. O bildirirdi ki, bu güllə Paris səmasının ən çirkin dəmir yığınıdır və heç sevmirdi. Lakin belə bir maraqlı fakt var ki, özü həmişə məhz burada restoranda otururdu, burada yemək yeyirdi. Çünki bildirirdi ki, yalnız o burada Eyfeli görə bilmir. Deməli, sizə Eyfel barəsində bir neçə fakt deyəcəm. Amma məsələn, bunlar Wikipedia məlumatları olmayacaq. Demirəm ki, məsələn, tikilini Gustav Eyfel tikib, onu demirəm. Məsələn, yuxarı mərtəbəsində onun evi var idi, qonaqlarını orada qəbul edirdi, onu da demirəm. Məsələn, dəmir həmişə yayda istidən genişləndiyi üçün Eyfel gülləsi 15 sm uzanır hər il, hər yay. Onu da demirəm. Amma məsələn, belə bir fakt deyə bilərəm. İkinci Dünya müharibəsində Parislilər Eyfel gülləsinin liftlərinin ipini kəsir. Niyə? Adolf Hitler ora çıxa bilməsin. Məlum məsələ niyə? Və 7 ildən bir Eyfel gülləsi boyanır. Burada təxminən 60 tona yaxın boya gedir. Yəni bunlar daha maraqlı faktlar hesab olunur. Yəni Wikipedia məlumatı deyil ən azından. Bəli, buyurun. Zəfər tağı Parisin ən məşhur simvollarından biridir və şəhərin tam mərkəzində Charles de Gaulle meydanında yerləşir. Tikintisini Napolyon Bonaparte başlatmışdı, amma abidə tamamlananda artıq o həyatda deyildi. Onun cənazəsi 1840-cı ildə buradan təntənəli şəkildə keçirildi. Abidənin üzərində 600-dən çox generalın adı və böyük döyüşlər həkk olunub. Bu onu bir növ daş kitab eləyir. Abidənin altında yerləşən naməlum əsgərin məzarı üçün yaradılan alov 1923-cü ildən bəri heç vaxt sönmür. Bu 1-ci Dünya müharibəsi qurbanlarının xatirəsinədir. Deməli, arxamızda gördüyünüz bu triumfalna arkanı keçdikdən sonra gəlirik Şanzeli küçəsi adlı bir yerə.
Təxmini hardasa 2 kilometr uzunluğundadır bu küçə və bu küçə nə ilə məşhurdur? Burada məşhur markalar yerləşir. Məsələn, Saint Laurent, sonra Dior, sonra yəni və digərləri. İndi hal-hazırda gedək görək nələr var orada. Moulin Rouge Parisin ən məşhur kabarələrindən biridir. 1889-cu ildə açılıb, qırmızı dəyirman mənasını verir. Kabare, rəqs və şou mədəniyyətinin mərkəzidir. Məşhur kankan rəqsi məhz burada populyarlaşmışdı. Altı pilləkəndən sonra çatdıq axır ki. Və Disneylanddə bir günümüz başlayır. Ay, sənin telefonun mənə düşəndə.